Dəyərli izləyicilər, hamını salamlayıram. Deməli, bu təzə rubrika adlandırılan rubrikanı davam edirik. Deməli, AliExpress-dən sifariş etmişdim. Kifayət qədər yaxşı endirimlər var idi AliExpress-də və yararlandım. Belə bir dənə bağlama gəlib. Satıcı deməli Yagi Brush adlı bir şirkətdir, hansı ki artıq brush deyəndə fırçadır ingiliscə və üz qırxmaq üçün xüsusi fırçalar sifariş etdim. Gəlin bağlamanı açaq ehtiyatla və görək bizi nə gözləyir. Düzmü gəlib, düz gəlmir bağlamalar. Onun bir təyin edilməlidir. 2, 3. Belə. Deməli, bir qutu mənimdir, hansısa bunların arasında. O birisi ikisi məndən xahiş elədilər, bəzi yoldaşlar ki, alım onlar üçün. Deməli, belə qutularda gəlir. Amma məndə hallar olub ki, belə qutusuz gəlir fırça. Yəni, elə halda ola bilər, ona görə təəssüflənməyin, təəccüblənməyin. Belə, Yagi Brush. Deməli, bir gəlin yoxlayaq ki, hansıdır. Açırıq ehtiyatla. Xüsusi əski həmişə qoyulur Yagi tərəfindən. Sadəcə olaraq indi onu ora geriyə qaytarmaq. Görün nə gözəldir. Deməli, videonun başlanğıçdan öncə nə etmişdim? Girdim bu saytına, görüm bu fırçanı sintetikdir, fırçanın tükləri belə deyək. Çox yumşaqdır yoldaşlar, çox yumşaqdır. 28 not, yəni ki bu bağlama, bu kist hissəsi də belə 28 millidir diametrdə və kifayət qədər yumşaqdır. Amma nə növ sintetik tüklərdən istifadə edilir, Yagi yazılır. Yəni, çox təəssüflər olsun, çox qəşəngdir, çox model. Arxasında da Yagi yazısı var, professional şey yazılıb. Bu modelin adı Roxkidir, yəni ki, qaya deyək, daşlar deyək. Görünmə gözəldir, dizaynı falan. Bu tərəf qızıl rəngində, bu üst gümüş metal rəngində. Super bir dizayn. Sanki o qızıl axtaranların belə deyək də mövzusuna oxşar bir mövzuya. Belə bir tıraş üçün fırça. Çox gözəl. Çox şad oldum. Bunu dəqiq bilirəm ki, mənim sifarişimdir. Mən məhz bunu istəmişdim və istəyimə nail oldum. Bunları yığışdıraq belki. Qrafa qoyun bu qutuna. Bir tutmasın. Növbəti fırça. Deməli, bu təxmin edirəm ki, bu fırçada 28 nod olacaq. Burada nə yazılar var? Yagi Brush çayla. Bilmirəm, belə bir sayt var, yoxsa yox, heç vaxt girməmişəm. Birinci dəfə fikir verib bu çəkiliş zamanı görmüşəm və bu saytın adı görürsünüz. www.yagibrush və brush.china. Bilmirəm, lap işdir. Daxil olsanız o sayta, Çin dilində bəlkə yazılar oldu, bilmirəm. Yalançı çıxaram. Budur növbəti. Aha, bunun bu əskisi aşağısına düşüb. Bu da çox dəyərli bir insan xahiş eləmişdi məndən ki, sifariş edim. Burada da həmçinin bu tüklərin nə növ olduğu sintetikdir, amma nə növ sintetikadır bilmirəm. Çünki sintetikanın müxtəlif növləri var, yumşaqlığına görə,
qalınlığına görə, formasına görə 26 notdur. Görün nə gözəldir, çox qəşəng görünən boyda. Xeyirli olsun deyək, ancaq kifayət qədər yumşaqdır, amma bunun qədər yumşaq deyil. Onu da qeyd edeyim. Burada elə bir şarik effekti yaradır. Deməli bu klassik tirajda olanlar bilirlər. Şarik effekti kifayət qədər qiymətləndirilən bir effektdir və məhz bu fırçada həmin effekti hiss edə bilərsiniz. Bu mövzu da qumarbazların mövzusudur, nə deyim. Elə arxada da dediyim kimi 26 not diametrdə. Fırçanın Yagi Brush Professional. Budur, çox gözəl. Çox bəyəndim. Həm seçimi, həm də ki dizaynı sağ olsunlar. Eynilə Yagi Brush yazısı yəqin bu malın kodudur ya nə idi. Onu da deyim ki, deməli əgər işdir bu fırçanın adı Yagi Rox'sa, bu fırça artıq kod altındadır. Rəqəmlərdir, hərflərdir. Ona görə yəni ki xüsusi bir ad verilmir bu fırçaya, ona görə yalançı çıxarım. Və ən sonuncu fırça bu son modeldir Yagi'nin. Artıq bu fırçanın qalınlığından burada da həmçinin əski var. Xüsusi əskidir bu fırçanın bu telini silmək, qulpunu silmək üçün yəqin ki. Amma çox yaxşı reklam xoddur əslində. Hər dəfə o əskidən qoyulur. Budur növbəti fırça və bəli, bu fırçanın bu tükləri də həmin o top effekti, şarik effekti yaradır üzdə. Bu fırça kimi yumşaq deyil və çox qəşəngdir. 28 notdur mən bildiyim qədər. Bilmirəm buralarda yazılıb ya yox. Yox, yazılmayıb, amma satış zamanı yazılmışdı. Həmçinin deməli bu kart işarələri olan fırçanın kimi bu fırçanın da bir hansısa xüsusi adı yoxdur. Bu Yagi Rox fırçadakı kimi. Ona görə bunun adı da kod altındadır. İki növ təzə, belə deyək də, təzə telli, qulplu belə fırçalar çıxıb. Biz belə deyək də, seçim edənə qədər də axırıncı biri qalmışdı. Onu da tez bir zamanda sifariş verdim ki, cavan oğlan xahiş eləmişdi. Mən özümə də istəyirdim, neyək. Amma daha çox gözüm Yagi Rox tutmuşdu. Uzun illərdir, artıq 1-2 ildir ki, gözüm tutub ki, bu gün alaram, sabah alaram. Axır ki, imkan oldu, aldım. Deməli, yoldaşlar, belə qoyaq, qəşəng görsənsin. Artıq 8 dəqiqəmiz arxada qalıb və davam edək, görün nə gözəldir, nə gözəldir. Yagi fırçalar özəlliyinə də qiymətində kifayət qədər bu Avropa brendlərinə nisbətən kifayət qədər ucuzdur. Başqa belə deyək də marketplace-lərdə baxanda və keyfiyyəti də heç də aşağı deyil. Həmin o modellərdən geridə qalmır. Çox keyfiyyətli fırçalardır. Və mən bir video var idi bizdə. Deməli bu videonun sağ yuxarı tində, yəni ki, buralarda mən hiperlink ataram həmin videoya. Orada mən izah edirdim ki, nə növ fırçalar var hal-hazırda və istifadə edilir, yəni nə kimi tüklər istifadə olunur burada, qıllar hansılar istifadə olunur. Bunlar sintetikdir. Sintetik fırçalar haqqında qısaca deyim. Yəni çox kapriz olmayan bir fırçalardır. Yəni ki, xüsusi bir qulluğa ehtiyac yoxdur. Bax, aldınız təzə fırçadır, hansısa bir dənə maye sabunla bunları yaxalayırsınız, şampunla mı, nə ilə yaxalayırsınız, yuyursunuz. Qaynar suda ehtiyatlı olun. Yəni burada kley hissəsi var, yapışqan hissəsi var. Yəni qopula bilər. Ona görə suya salanda, yəni bir yarımçıq belə salın və
belə deyək, təbii qıldan olan, tükündən olan fırçalardan fərqli olaraq uzun müddət suda yumşaltmaq üçün bunun tüklərini ehtiyac yoxdur. Axar suyun altında da belə saxlasaz, bir 30 saniyə falan ki, özünə su hopsun kifayətdir ki, köpüyü əmələ gətirə bilsəz. Yəni, aynən 2-3 dəqiqə, 5 dəqiqə suda saxlayın, isti ki, fırça özünə gəlsin. Bu, təbii qıllara aiddir, tüklərə aiddir. Təbii qılla, tüklə olan fırçalara aiddir. Sintetikdə o problem yoxdur. Qaldı ki, nə növ, belə deyək, bu sintetik tüklərin növləri çoxdur. Həddindən artıq mən onların spesialisti deyiləm. Mən sadəcə olaraq belə də, yəni ki, necə deyim, Yagidə məsəl üçün heç yazmır nə növ bu tük istifadə edir. Amma burada özüm də hiss edirəm ki, bu qat-qat yumşaqdır bu tüklər. Amma bunlar artıq başqa növdür nədirsə. Bu xüsusilə belə fərqlənir bu fırçanın tükləri. Nədirsə budur. Alan yoldaşları təbrik edirəm, xeyirli olsun deyirəm, xoş tıraşlar arzulayıram. Videomuza baxanlardan da xahiş edirəm ki, videodan xoşunuz gəlibsə like qoyasınız, bölüşəsiniz video ilə. Hər hansısa kommentiniz varsa, komment bölməsinin altında yəni komment bölməsində komment saxlayın. Sualınız varsa ora yazın. Və ən xoş və bizim üçün şad bir iş o olardı ki, bizim bu kanalımıza YouTube-da olan abunə olsanız. Bizdən bu qədər, sağ olun, gələn görüşlərə qədər.